pisdir, mundardır, yəni yaxşı deyil də, qabaqlar alqaş olub, nətər deyərlər, yaxşı insan olmayıb. Heç öz qardaşları belə onu dindimir, istəmir. Görmüsünüz onun qardaşlarından şəklin videosunu paylaşır, istəmir. Sonra atamdır, nə yalan deyəcəm, göz qabağındadır. Yaxşı adam deyil. Kart koy, mən kart koymuram. Onu deyirsən, elə bilmə özüm üçün. Yəni, o da yaxşı insan deyil. Ev eşiyi yox, ağılsızlığın rücbatından. Bəs əlbəttə ki, mənim başıma bir şey gəlsə, gələcək bu cür ev eşiyə. Deyir, indi çəkib paylaşır, deyir, ev istəmirik. Sən ev istəmirsən? Siz ev istəmirsiniz? Siz orada özünüzü bomba kimi göstərə bilərsiniz. Baboş danışsa nələr danışır? Tamam. Neyinirəm az atamı gətirəm yanıma? Allah şeytan görsün onların üzünü. Gətir yanıma atamı. Çox gönlümə atalıq eləyib gətirəm də yanıma. Məni polisə vermişdi atam. Apardı, mən də qoydum qabağına ki, bax sübutları bu. Baxdı, dedi. Sana deyirəm ki, onlar mənim ölümümü gözləyirlər ki, bu evdən ötürü. Çıxın məndən danışı, var Orxan. Biz onun evini, biz onun neyini, biz onun heç nəyə lazım deyil. Nədir, nə deyil. Prim xətrinə də, baxır axı, prim yığır çaftar vaxtında. Anam tərəfindən mən uşaqlıqdan bəri əlaqəmiz yoxdur. Elə bil ki, anam rəhmətə gedəndən sonra xalam gəlirdi uşağı da. Ondan sonra da o kəsildi. Heç o bir qardaşımdan da. Sən sağlaşsan, əlbəttə ki sağlaşım. İndi gəlir. Darıxmışsan, darıxıram. Sensitiv deyilik. Yox, özü çağırdı ki, dur gəl bizə. Az prim istəyir, mənə dedi məni qoş çalınana. Mənim səhifəmi, onun 25 levelli səhifəsini məhv elədim də, danışırdı. Götürdüm kayıtlarını, götürdüm TikTok'da səhifəsi getdi. Mənim o səhifəmi qaytarmasa sən həmişə deyil pis deyəcəm, səhifəmi qaytar, səni çıxım tərifləyim. Dedim, sən kimsə elə mən tərifləmədim. Arvadının şotuna kişi olan, evin eşiğini arvadı düzəldi, sən də oturub yeyirdin. Bir evi ki arvad idarə eləyə, bir evi ki arvad işləyib remont eləyə. Mən yeni kişi arvadla kişi olur. Köhnə paltarlarımı gəlib alırdın əlimdən. O günlərin yadından çıxdı. Gəldim ki, rubaşkanı vermə, koftalarını vermə. Burnundan gəlsin. Harada qəşəng koftalarım var, seçib sağa verirdim. Əhqabımı götürüb alıb giyinirdim. İstər qardaşım, istər mənim. O vaxtlarını nə tez unutdum. Niyə yox idi ki, mənim qəşəng? Mən poştikçində qəşəng paltar, arıq oğlan idim. Elə qəşəng paltarlarım var idi ki, nənəm bizə nə qəşəng paltarlar alırdı. Nənəm bizi bir əlimiz yağda, bir əlimiz balda saxlayıb. Quran haqqı. Bunu mən dana bilmərəm. Nənəmiz bizi nətər saxlayıbdı. Bir əlimiz yağda, bir əlimiz balda. Elə qəşəng kostyumları giyinirdim ki, mən şəkillərim də var. Elə qəşəng rubaşkalarımı giyinirdim ki, niyə qəşəng giyinmirdim ki? Arıq oğlan idim poçt işləyəndə. Nə qarnım var idi, nə də bir şey. Yo, nənəm rəhmətə getdi 2020-ci ildə. Abi çay içsən?
Bərbər tapa bilmirik uşaqlar. Ha, ata nənəmiz baxıb da bizə qəşəng baxıb ha.